Dünən cənab leytenant mahnısının gitarada akordların ifasını keçdik. Demişdim ki, o əvvəlində bir hissə var orada. Bu hissə yəni sol əvvəlində başlayır. Yəni bu hissə dedim ki, biraz çətindir. Yəni öyrənmək üçün birinci akordlar yaxşıdır, amma yəni bəziləri çoxuz demək olar ki, yəni bu hissənin necə ifa olması da dediz lazım. Yəni yəqin ki, səhifədə təzə öyrənənlər deyil təkcə. Ona görə onu da deyim, yəni düzdür, çox da çətin deyil, yəni ancaq ikinci sim üzərində ifa olunur. Yəni əgər bu çalacaq qədər, ifa eləyə biləcək qədər artıq bilirsinizsə, yəni məncə ehtiyac yoxdur. Yəni deməyə də, dəyişmək falan, yəni özü bilirsiniz bunu. Deyim, prosta hansı simdən, hansı pərdədən başlayaq. Yəni bir dənə sim üzərində olacaq, ikinci sim. Yəni ikinci sim üzərində çalınacaq bütün mahnı. Yəni solo hissəsi. Yəni 6-cı pərdədə birinci ifa olunur. Baxın. Yəni 6, 6, 5, 3. 1, 3, 5, 5, 3, 1. Yəni bir də təkrar baxın. 6, 6, 5, 3, 1, 3, 5, 5, 3, 1. Yəni bu hissəyə kimi aydındır yəqin. Sonra 3, 3, 1. Aha, deməli 3, 3, 1. Sonra heç nə, yəni heç bir pərdədən tutmur, yəni 0 deyirlər buna. 0. 1, 3, 5. Bir də 3, 3, 1, 0. 1, 3, 5. Məncə o qədər də çətin deyil. Yəni bu ilk hissəsi, dalıyca təzədən yəni 6, 6, 5, 3, 1, 3, 5, 5, 3, 1. Yəni bu hissəyə kimi aydındır məncə, çünki birinci dövrədə də buydu. Sonra oca 3, 3, 1, 0, 1, 0, bu 1, 0, sonra oca bir dənə sonuncu hissədə üçüncü sim bu. Üçüncü simin ikinci pərdəsi. Belə yəni. Üçüncü simin ikinci pərdəsi. Yəqin bildiniz, yəni bir də deyim, baxın, yəni bir də rəqəmləri deməyəcəm, yəni əlimi izləyin, məncə belə də asan, çətin deyil. Yəni yavaş-yavaş ifa edirəm ki, izləyə biləsiniz. Bir də deyim, baxın, lap yavaş olsun. Siz arada öyrənəndən sonra yəni bu qanuna yoxun 2 dəfə bu sim, 1 dəfə bu sim, amma yəni belə bir şeylər də belə eləyə bilərsiniz. Məncə sadə idi. Yəni öyrənməyi də sadə, daha öncə bu hissəsi gəlir.